Və daha sonra buyurur: Göyləri və yeri onun aşkar nuru ilə yaratdım. Əgər ona əminliyiniz varsa, ona səcdə edin. Göyləri onun uca adı ilə bükəcəyəm və yer üzünü səbr edənlər üçün bir cənnət edəcəyəm. Mənim nuruma zülm edənləri məsx ilə cəzalandıracağam. Bədənləri yalnız şeytanların bədənlərinə bənzəyəcəkdir. Onlar Firon, Haman və İblisin yoldaşlarıdır. Onlar möhlət verilənlərdir. Onun, yəni Fatimənin övladlarının Mehdilərin çağırışına cavab verənlər. Gördüyünüz kimi, hətta Qurandan çıxarılmış ayələrdə və surələrdə nəinki imamlar, Mehdilər haqqında da məlumatlar qeyd olunubdur. Və bu nüansa diqqət etməyinizi xahiş edirəm. Ayədə qeyd olunur ki, Fatimənin övladlarının, yəni Mehdilərin çağırışına cavab verənlər. Bununla paralel bizim əlimizdə kifayət qədər hədislər var ki, 12 Mehdilər İmam Sadiq əleyhissalam buyurur ki, bizim şiyələrimizdən olan bir dəstədir. Və bu məlumatları qarşılaşdırdığımız zaman əslində məsələ bizim üçün